Amma cənab Vensin Ermənistanda da çıxışı çox prinsipal oldu. O faktiki olaraq o revanşist qüvvələrə, Ermənistanda olan revanşist qüvvələrə və eyni zamanda ABŞ-da olan erməni lobbisinə açıq mesaj göndərdi. Və dedi ki, biz gələcəyə baxanlarla bir yerdə olacağıq. Keçmişinlə yaşayanlarla yox. Gələcəyə baxıb sülhə doğru gedənlərlə bir yerdə olacağıq. Bu həm çağırış idi Ermənistan cəmiyyətinə ki, Paşinyana dəstək verin, sülhə dəstək verin, Azərbaycanla bu sülh müqaviləsini imzalayın, əməkdaşlığa başlayın və s. Və bu eyni zamanda mesaj idi siz o dediyiniz qüvvələrə, ABŞ konqresində, Demokrat Partiyanın nümayəndələrinə. Bu mesaj üçün siz də aranı qarışdırmayın. Siz də burada separatçılara, revanşistlara, məğlub olan revanşistlara dəstək verməyin. Qoyun bu iki xalq sülhə gəlsin və bir yerdə əməkdaşlıq etsin.